Axşamınız xeyir olsun əziz və dəyərli izləyicilər. Hər birinizi ürəkdən salamlayırıq. MTV kanalına baxırsınız. Geriyə baxanda yenidən efirdədir. Çox dəyərli bir qonağım var. Sözün açığı ilk dəfədir həmsöhbət oluram və hər zaman tamaşaçı olaraq izləmişəm onu. Hörmətli Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu. Xoş gəldiniz. Axşamınız xeyirli olsun. Axşamınız xeyir. Çox sağ olun. Necəsiz? Özünüzü necə hiss edirsiniz? Təşəkkür edirəm. Mən də bütün MTV tamaşaçıların hamısını salamlayıram. Bu həftə bayram həftəsidir. Bayram əhval-ruhiyyəsindəyik. Düşünürəm ki, Azərbaycan xalqı Novruz bayramı sözün əsl mənasında bayram əhval-ruhiyyəsində yaşamağı bacarır. Bu çox vacib bir şeydir. Yəni bu ümumi kütləvi negativ enerjinin çıxarılması üçün mən düşünürəm ki, əsl fürsətdir milli bayramlarımız. Ona görə də bu coşqu, bu əhval-ruhiyyə hamımızda xoş bir ovqat yaradır. Təşəkkür edirəm, sizə də xoş ovqat arzulayıram. Necə keçirdiniz bayramı? Maraqlıdır. Ulu Öndər Heydər Əliyev deyirdi ki, Azərbaycanda bayramlar çoxdur. Dövlət bayramları var, rəsmi bayramlar var, dini bayramlar var. Amma deyirdi ki, Novruz bayramı hər bir Azərbaycanlının ürəyinin bayramıdır. Mən də bu sevimli bayramımızda bayram qədər sevimli olan Şuşamıza səfər etdim ailəmlə birlikdə. Şuşada olduq, Xankəndində olduq, Laçında olduq, Xocalıda olduq, Əsgəranda olduq. Yəni bir neçə günümüzü qarış-qarış Qarabağı gəzməyə sərf etdik. Qarabağı yenidən qiymətləndirməyə, yenidən dərk etməyə və o 30 illik həsrətimizi, acımızı unutmağa çalışdıq Qarabağ torpaqlarında. Qürur vericidir. Qarabağda həyat qaynayır, Xankəndində həyat qaynayır. Laçın dağların zirvəsində qanadını gərib aşağıya baxan qartala bənzəyir. Laçın nə qədər gözəldir Laçın. Şuşa bir ayrı gözəldir. Xan babamızın Xankəndi bir ayrı gözəldir. Yəni bir daha ürəyimizdə minnətdarlıq hissi, qəlbimizdə fərəhlə döndük Qarabağdan. Minnətdarlıq hissinin ünvanı əlbəttə ki, torpaqlarımızı işğaldan azad edən əsgərlərimiz idi, qazilərimiz idi. Allah şəhidlərimizə rəhmət eləsin. Onların ruhunu duyduq o torpaqlarda. Və heç şübhəsiz ki, Müzəffər Ali Baş Komandanımızın, dövlətimizin gücü bizi qürurlandırdı. O coğrafiyada 30 il işğal altında olan, dünyanın ən çox militarizə edilmiş coğrafiyası hesab olunan, yəni hər qarışında mütləq silah, sursat, mina, partlayıcı olan bir torpağı biz necə azad etdik? Bu möcüzəyə şahidlik edərək yüksək bayram əhval-ruhiyyəsindən də qayıtıb gəldik. Hikmət bəy, ruhunuza ən çox Qarabağın hansı tərəfi daha yaxındır? Siz danışdıqca mənim gözümün qabağına nə gəldi? O vaxtlar yazıçılar, ümumiyyətlə cəmiyyətin ən zəngin insanları istirahət üçün Qarabağa gedərmiş, Şuşaya gedərmiş, orada istirahət eləyərmiş. Hətta bu haqda Əli və Nino kitabında və digər kitablarda da geniş şəkildə yazılıb ki, yəni istirahət üçün Şuşaya, Qarabağa üst tutarmışlar. Düzdür, işğaldan sonra insanlar yadırğadılar, amma yenidən siz onu danışdıqca yenidən bir geriyə qayıdış var və yenidən istirahət üçün Qarabağı seçirik artıq. Nə gözəl, həqiqətən də qürur verici bir tarix yaşayırıq hazırda. Ruhunuza ən çox Qarabağın hansı bölgəsi yaxın oldu? Məsələn, Şuşa mı? Mən elə düşünürəm ki, Şuşada mistik bir yəni abu-hava var, orada bir mistika var. Düzdür, deyirlər ki, yəni Laçın ayrı gözəl, Kəlbəcər məsələn, elə adamlar deyir ki, Kəlbəcər ən gözəlidir. Siz məndən səmimi soruşdunuz, mən də sizə səmimi cavab verəcəm. Şuşa Azərbaycanın, hər bir Azərbaycanlının vətən sevgisinin simvoluna çevrilibdir. Yəni Şuşa simvoldur, vətən sevgisinin simvoldur və Şuşa çox maraqlı bir şəhərdir. Həm relyef və coğrafiya etibarilə, həm də bir o arxeologiya aparsaq, milli tariximiz və dini tariximiz nöqteyi nəzərindən. Baxın, Şuşada çox maraqlı məscidlər var. Şuşa sanki Azərbaycanın hər bölgəsini birləşdirən və özündə əks etdirən güzgü effektli bir şəhərdir.
Məsələn, Safi məscidi var, ondan sonra Gövhər Ağa məscidi var və hər məscidin 7 məscid var. Hər məscidin özünün tarixi, mən tarixçi demirəm, tarix deyirəm, çünki hər birinin öz tarixi var doğrudan da. Xristianlıq keçmişimizi xatırladan abidələr var, məhəllələr var, hamamlar var. Azərbaycan xalqının həyat tərzi, dini yaşaması, mənəviyyatı yaşaması, cıdır düzü var. Məsələn, cıdır düzü nədir? Cıdır xalqımızın, əcdadımızın demək at belində çaparaq dünyanın gəzdiyini ifadə edir cıdır. Bəli. Cıdır düzü, cıdıra çıxdım deyirlər, yəni azadlığa çıxdım, cıdır düzü var. Yəni bu doğrudan da insanın ruhunu oxşuyur. Cıdır düzündə Qarabağ atlarını görmək o qədər gözəl idi ki, o qədər qiymətli idi ki, insan bunu təsvir edə bilmir. Çünki Homo sapiensin, yəni ağıl düşünən insanın təqribən 12 min il yaşı var. Yəni biz Neandertaldan sonraki insanıq, Homo sapiensik. Və çox qəribədir ki, mən atlarla bağlı bir tədqiqat apardım, bir kitab yazdım. Türk tarix və mifoloji dünya görüşündə atlar. Bəlli olur ki, bizim əcdadımızın oturaq həyatı atlarla bağlıdır və atla bərabər olubdur. Çünki ilk dəfə arxeologiya tarixində Türkmənistanda Anav arxeoloji demək ərazisində nə tapıblar? Atlarla insanın sümüyünü bir məzardan tapıblar. Yəni atların əhəlləşdirilməsi. Biz ata bağlı xalqıq. İndi düşünün ki, Şuşa gedirsiniz, Cıdır düzündə Cıdır sözünün yaradıcısı olan, çünki atların qaçış tərzindən Cıdır sözü yaranır və orada Qarabağ atlarını görürsünüz, orada Xarı Bülbül festivalını görürsünüz. Bu məsələnin bir tərəfi, yəni ruhumuzun bir tərəfi. İkinci isə mənə milli kimliyimizi və İslama qədər ki, inanc sistemimizdə olan dağ kultunu anladan, mənə izah edən Kəlbəcər oldu. Bu mənada Kəlbəcər möhtəşəm bir yerdir. Yəni, mən özüm doğulduğum kənd dəniz səviyyəsindən 2300 metr yüksəklikdə idi. Ağbabasıra dağları Türkiyənin sərhəddə Amasya rayonu, məsələn. Mən orada böyümüşəm, amma mən o yüksəkliyi fərq eləməmişəm. Nəyə görə əcdadımızda, qədim türklərdə dağ kultu var, nəyə görə biz dağ magiyası var, nəyə görə tanrıçılıq inancında baş şaman ildə bir dəfə ən uca zirvəni, Tanrı dağlarındakı ən uca zirvəni ziyarət etməklə, özü də elə bayram günlərində, bu yaz gecə-gündüz bərabərləşməsi dövründə il boyu öz qövmünə bərəkət arzulayırdı, Tanrıdan bərəkət diləyirdi, Tanrıdan yağış diləyirdi, Tanrıdan su diləyirdi. Yəni, mən bütün bunların hamısını Kəlbəcərdə anladım. Çox maraqlı bir yerdir Kəlbəcər. Ona görə mən Azərbaycan prezidentinin Müzəffər Alibaş komandanımızın heyrətini də başa düşdüm. O dedi ki, mən Kəlbəcər, dünyanın heç yerində Kəlbəcər kimi yer görməmişəm. Mənim çox yaxşı xatirimdədir. Doğrudan da mən də dünyanın heç bir yerində Kəlbəcər kimi yer görməmişəm. Kəlbəcər insanla danışır, dağı, meşəsi, suyu, yüksəkliyi və enerji ilə doludur. Qızıl yataqlarını gördünüzmü? Yox, qızıl yataqlarına biz gedə bilmədik. Çünki son payız idi Kəlbəcərin işğaldan azad olunması günü münasibəti ilə bizim televiziyaların birinin dəvətində mən getmişdim. Kəlbəcər deməli Ağdərə təzəcə işğaldan azad olunmuşdu 23-cü ilin sentyabr ayı idi. Oktyabrda biz getdik Kəlbəcərə. Yəni o qədər gəzməyə imkanımız olmadı. Həm də hava şərtləri çox sərt idi artıq. Amma buna baxmayaraq mən Kəlbəcərdəki o enerjini duydum. Xocalı Gədəbəy mədəniyyəti deyirik. Məsələn, Azıq mağarasından başlayır. Azıq artıq Neandertal dövrüdür. Azığantrop Neandertaldır, Homo sapiens deyil. Amma baxın, oradan yuxarı qalxan mağara insanının həyat tərzindən hardan başlayır? Qarabağdan və deməli Kəlbəcərə qədər, Gədəbəyə qədər uzanan, hətta Kəlbəcərə keçir, Gədəbəyə gedir. Bunlar çox maraqlıdır. Bunun hamısını görmək olur. Yetər ki, kifayət qədər tarixi yaddaşın, tarixi bagajın olsun və yetər ki, bir müşahidə qabiliyyətin olsun. O dağ özü səninlə danışacaqdır. Tarixi çox sevirsiniz. Çox sevirəm tarixi. Çünki tarix milli kimliyi təyin edir. Yəni, milli yaddaşın əsas komponenti tarixi yaddaşdır. Nəyə görə Azərbaycan prezidenti dedi ki, bizi Qarabağa qaytaran tarixi yaddaşımız oldu. Qərbi Azərbaycan icmasından 2022-ci il dekabr ayının 4-də keçirilən görüşdə Azərbaycan prezidenti bu fikri ifadə etdi. Dedi ki, bizi Qarabağa qaytaran tarixi yaddaşımız oldu.
Və dedik bizi Qərbi Azərbaycana qaytaran da tarix yaddaşımız olacaq. Çünki həmin gün Qərbi Azərbaycan icmasının bir qrup ziyalısından görüşürdü Azərbaycan prezidenti. Yəni hər bir insanın bir avtobiografiyası var. Eləmi Günay xanım? Məsələn, siz əzbər bilirsiniz bunu. Bilməsəniz özünüz üçün bir çatışmazlıq hiss edəcəksiniz. Görsə mən nə vaxt doğuldum, ad günüm nə vaxt oldu, orta məktəbim nə vaxt qurtardım. Hər bir millətin tarixi onun milli avtobiografiyasıdır. Xalqın avtobiografiyasıdır. Bunu necə bilməmək olar? Yəni mən burada həm də səslənirəm. Yəni qoy gənc nəslimiz də bilsin ki, tarixi yaddaşı natamam olan fərdin milli yaddaşı da natamamdır. Natamamlıqsa çox pis şeydir. Sonra kompleks yaradır. İnsanın özünə inamını azaldır. Yəni sosial psixologiya bunu belə izah edir. Ona görə də pan-idealist xalqlar başqa xalqlara münasibətdə bütün bunlara nail olur. Bizə tariximizi nəyə görə öyrətmirdilər? Sovet dövründə 7-8-ci sinif nazik bir tarix kitabı vardı. Çünki tariximizi öyrənsək, özümüzü tanıyacaqdıq. Öz milli avtobiografiyamızı, əgər belə demək mümkünsə, yenidən oxuyacağıq və nə qədər böyük olduğumuzu görəcəydik. Amma onun əvəzində nə öyrədirdilər? Rus tarixini öyrədirdilər. Eseri tarixi sizin yadınıza gəlməyəcək. Bu bizim nəslin yadına gələcək. Bu qalıntıda kitab Eseri tarixi Kulikovu döyüşündən tutmuş, Krım savaşından tutmuş. Bunlar mənə gəlir. Ona görə də mən düşünürəm, tarixi yaddaş bu mənada. Və mən niyə bu qədər tarixə həm də aşiq oldum, belə demək mümkündürsə, Eserinin dağılması mənim gənclik dövrümə təsadüf edirdi. Yəni 21-22 yaşlarında bir gənc idim mən Eseri dağılanda. Və deməli, bir milli kimlik axtarışında olur istər-istəməz insan. Çünki Qərbi Azərbaycanda bizə ermənilər türk deyirdilər, biz etiraz edirdik, yox, biz Azərbaycanlıyıq, biz Azərbaycanlıyıq. Sonra bəlli olub ki, doğrudan da biz türküyük. Niyə Azərbaycanlıyıq? Azərbaycan bizim coğrafiyamızın adıdır. Azərbaycan türkləriyik. Və deməli, bu mərhələdə türklər kim olublar, Azərbaycanlıların əcdadları kim olub, doğrudan mı biz köçəri xalqıq, doğrudan mı bizə deyildiyi kimi, bizə həqarət mənasında deyildiyi kimi, sizin dövlətlərinizin də ağ qoyunludur, qara qoyunlu dövlətləridir, eləsiz. Amma sonradan tarixi öyrəndikcə, əcdadımızın insanlıq tarixini yazanın məhz bizim əcdadlarımız olduğunu öyrənincə insan bir qürur hissi keçirir. Sonra Qurumu nəzəriyyəsi, sonra Şumer mədəniyyəti, ondan sonra Troya mədəniyyətinin, Etrusk mədəniyyətinin bizə aid olmasını öyrəndikdə, Hunların, Metidən tutmuş Sibirdən gələn türklərin mədəniyyətinin bizə, Ötükənin böyük mədəniyyəti və s. Yəni görün, tarixin ən qədiminin, tarixin dibinə indik, doğrudurmu? Tarixlə bağlı o qədər bilgilisiniz ki, bəlkə bir tarixçi sizin qədər bu qədər bilgili ola bilməz. Yəni bunu tam olaraq rahat şəkildə bunu ifadə eləyə bilərəm. Hərçənd ki, siz jurnalistikanı bitirmisiniz. Yəni əslində mən siyasi elmlər üzrə mütəxəssisəm. Jurnalistikada mənim əlavə peşəmdir. Əməkdar jurnalist kimi uzun illər mətbuatda çalışmışam. Çünki yaradıcılıq öz-özlüyündə insana Tanrı tərəfindən verilmiş bir peşədir, belə deyək, və yaxud bir ali təhsildir. İstedad, yaradıcılıq istedadı insana verilirsə, demək artıq bunun hazır bir peşəsi də var. Ümumiyyətlə, jurnalistikada durum necədir? Əgər bir əməkdar jurnalist olaraq gözdən keçirsəz, o mənzərə necə görünür? Mən jurnalistikamızın son dövrlərdəki inkişafından çox məmnunam. Televiziyamızın dili çox sürətlə son illərdə puxtələşdi. Televiziya dili, efir dili çox puxtələşdi, efir mədəniyyəti çox zənginləşdi. Siyasi xəbərləşmədə, bilmirəm adlarını çəkmək lazımdır yoxsa yox, xəbərləşmədə yeni kanallarımız yarandı. Onlar çox sürətlə, çox operativ informasiya məkanımızı obyektiv xəbərlərlə və düzgün təhlillərlə doldura bilirlər. 2014-cü ildə mən bir monoqrafiya yazdım, info, imperializm və media. Yəni biz bayaq Homo sapiensdən danışdıq. Hazırda bu informasiya yeni bir insan tipi yaradır. Onun adı Homo informatikusdur, artıq Homo sapiens deyil. Və yeni bir kratiya, yeni bir terminlə növü təsbit etdim. Bu infokratiyadır. Kratiya hakimiyyət deməkdir. Infokratiya informasiyanın hakimiyyət deməkdir. Bugün informasiya resurslarının həddinin artıq çox olması cəmiyyət üzərində bir hakimiyyət yaradır. Bu infokratiyadır. Ona görə də bu infokratiyanın yetişdirdiyi insan da Homo informatikusdur artıq. Onun keyfiyyəti, cəmiyyətimizin keyfiyyəti nəticə etibarilə kütləvi olduğuna görə, çünki bütün efirlər kütləvidir və kütləvi təsir imkanlarına malikdir. Ona görə də bax, son dövrlərdə televiziyalarımızın həm tarixə,
xüsusən tarixi zəfərimizdən sonra mən elə gəlir ki, biz yenidən doğulduq, yenidən milad etdik. Azərbaycan xalqı olaraq hər birimiz biz yenidən doğulmuş xalqıq və informasiya məkanımızda da Azərbaycanın media subyektləri çox yaxşı bu proseslə ayaqlaşa bilirlər. Tarix bu qədər vacib şeydir ki, öz kimliyini biləsən və o mədəniyyətin, hansı mədəniyyətin sənə aid olduğunu biləsən. İkinci, nə üçün lazımdır? Bugünkü istəyirəm ki, tarixi bilgilərimizi bugünkü yeni reallıq və yeni milli çağırışlarımızla əlaqələndirək. Bəli. Azərbaycanın etnomədəni coğrafiyası Azərbaycanın hazırki inzibati siyasi coğrafiyasından qat-qat böyükdür. Bizim Qərbi Azərbaycanımız var, doğrudurmu? Azərbaycanın sərhədlərindən kənarda qonşu ölkələrin hamısında bir Azərbaycan mədəniyyəti var. Mən bunu ərazi iddiası kimi demirəm, amma fakt ondan ibarətdir ki, Azərbaycanlılar yaşayırlar, o torpaqlar onlarındır və o mədəniyyətimiz, əcdadımızın mədəniyyəti bugün də yaşadırlar orada. İranda da, Türkmənistanda da, Gürcüstanda da, Rusiya Federasiyasında da və s. və s. Düz Kəngər körfəzinə qədər, doğrudurmu? Suriyada da türkmənlər, Hələbdə də türkmənlər bizi kimi danışırlar, İraqda da türkmənlər bizi kimi danışırlar. Mən çox sevinirəm ki, bu günlərdə böyük bir nümayəndə heyəti, Bari-Bucaq türkmənlərindən, Kolanı türkmənlərindən, Colan təpələri dediyimiz o, həmən oradakı o İsraillə sərhəddə Azərbaycana böyük bir türkmən nümayəndə heyəti gəlmişdi. Onlar getdilər, Qarabağımızı gəzdilər və sonra da bir konferans keçirildi Bakı şəhərində, getdilər. Yəni, bu nədir? Bu nəyin göstərisidir? Bunu təşkil edənlərə də mən çox təşəkkür edirəm. Bu, milli bütövlüyümüzün, coğrafiyamızın bütövlüyünün göstərisidir. Əgər bu coğrafiyanı biz yenidən əcdadımız birləşdirdiyi kimi yenidən birləşdirmək istəyiriksə, yenidən o milli identikliyimizi, milli bənzərliyimizi bərpa etmək istəyiriksə, nə etməliyik? İlk növbədə tarixi yaddaşımızda o coğrafiyanın bütövlüyünü yaratmalıyıq. Yəni, bugün sıradan bir orta statistik Azərbaycanla desən ki, demək, Kolan təpələri, Kolanı türkmənləri bizim Kolanılardır. Kəlbəcərdə olan Kolalı kəndi, Naxçıvanda olan Kolanı kəndi, Tərtərdə olan Kolanı kəndi. Desən ki, budur, buna inanmayacaqlar. Deyəcəklər, necə, Suriya hara, İsrail sərhəddə hara, Kolanı hara. Halbuki bu yazıqlar, adını da yazıblar. İndi Colan təpələri deyirlər, bu K-dır o, Kolan təpələri. Bunlardır. Yəni, biz bunu bilməsək, bilməyəcəyik ki, ermənilərin saxtalaşdırdığı Musa Kolankatlı, Kolanı türküdür, ancaq xristiyandır. Musa Kolankatlı. Kolan nəyə deyirik biz? Kolan nəyə deyirik? Ya da Kalan nəyə deyirik? Filankəs çox kalan adamdır, düzdürmü? Kalan nədir? Pullu, varlı, düzdürmü? Zəngin. Yəni, bunlar türklərin bəyzadə nəsli, zəngin nəsli olduğuna görə həmən o Kalan sözünü işlədirik. Amma Kalan sözü bugün müstəqil leksik vahid olmadığına görə, məsələn, semantik mənasını itiribdir, arxaikləşməyə doğru gedir. Jargonda qalıb. Mən bilmirəm, orfoqrafiya lüğətində varmı, salıblarmı Kolan sözünü, Kalan sözünü, varlı kimi salıblarsa, bu çox yaxşıdır. Yəni, görürsünüz, bax, bu qədər bilgilərə baş vuranda o böyük tarixi təfəkkürümüz bizim böyük avtobiografiyamıza, tərcüməyi halımıza çevrilir xalqımızın, bayaq dediyimiz kimi və beləliklə biz artıq nə Suriya bizə yad olmur, nə tutaq ki, Dərbənd bizə yad olmur, nə İraq, Kərkük türkmənləri bizə yad olmur, nə Hələb. Hələb kimdir? Hələb bizə mənəvi vətəndir. Hələbdə yaşayan Azərbaycanlılar. Bu mənada mən tarixə, nə Qərbi Azərbaycan çox uzağa getməyək, inşallah yolumuz Zəngəzuradır, Qərbi Azərbaycanadır. Yəni, bütün bunları bilmək lazımdır. Bunun da yolu tarixi bilgilərdən keçir. Çox sağ olun, çox geniş, əhatəli şəkildə danışdınız. Bu istiqamətdə suallarım da olacaq. Amma indi istəyirəm soruşum ki, səhhətiniz necədir? Bir ara Real TV-də qonaq idiniz, bizi çox qorxutdunuz. Təşəkkür edirəm. Oldu elə bir şey. Mənim yaşım artıq 59-dur, 60 arasındadır, belə. Azdır. Azdır, çoxdur, onu bilmirəm. Mən də hesab edirəm ki, o qədər də çox deyil. Amma istər-istəməz insan bioloji varlıqdır. İnsan orqanizmində müəyyən yaş dövründə biz onu az da hesab eləsək, çox da hesab eləsək, müəyyən bioloji dəyişikliklər baş verir. Sən demə, belə keçid mərhələlərində həddindən artıq diqqətli olmaq lazımdır. Mənim ağlıma gəlməzdi ki, məsələn, məndə D vitamini sıfırdır ümumiyyətlə, yoxdur. Sən demə, sonradan mən öyrəndim ki, Azərbaycanda belə bir problem varmış. İnsanlarda müəyyən yaş həddindən sonra D vitamini çatışmazlığı olur. Bu aşkar olunandan sonra mən bildim ki, Avropanın xüsusən şimal ölkələrində, Qərbi Avropada
və ümumiyyətlə soyuq ölkələrdə gündəlik dozada D vitamini qəbul edilərmiş. Mən bunu bilmirdim. Bu aşkara çıxandan sonra mənim də o səhhətimdə yaranan o problemin bir hissəsi D vitaminindən bağlı olubdur. Ona görə yayda günəş qəbul edirlər Amma çox necə? ki, o balansı doldursunlar. Amma necə? Bədənin 60% açıq olmalısan demək. Aha. 60% də mütləq gərək harda olasınız? Mütləq gərək dəniz sahilində bəli. olasınız. Yəni ora biz nə qədər gedirik, nə qədər vaxtımız olur? Olmur. Ona görə də məcburdur insan bunu müxtəlif dozalarda o tibbi üsulla qəbul eləsin. Bu məsələlərdən biri buymuş. Digəri o zaman yəqin ki, müayinəyə də getmirdiniz də. Yəni getmirdim. Mən özümü çox gümrah hesab edirdim və düşünürdüm ki, belə problemlər olmaz. Bax, demək insanın xəbəri olmadan belə problemlər olurmuş. İşə o qədər aludə olmusunuz ki, yəni özünüz yaddan çıxmısınız. Doğrusu işimi sevirəm. Və bunu bir missiya kimi görürəm. İşdən daha çox missiya kimi görürəm. Niyə bax bu qədər belə həvəslə danışıram? Hara çağırsanız, həm siyasi mövzularda, həm tarixi mövzuda, həm ədəbiyyatla bağlı. Mən insan müəyyən bir yaş həddindən sonra bildiklərini paylaşmalıdır. Biz Azərbaycan cəmiyyətində bunu bir ənənəyə çevirməliyik. Nazım Hikmətin bir şeiri var, deyir ki, mən artıq şarkı dinləmək deyil, şarkı söyləmək istiyorum. Yəni, insan müəyyən miqdarda intellektual ehtiyat toplayandan sonra mütləq onu xərcləməlidir. Yəni, 40 yaşına qədər o təcrübəni yığırsan, 40-dan sonra istifadə edirsən. Biraz tez ola bilər, çox qabiliyyətli insan var ki, daha tez öyrənə bilər. Yəni, bu bir missiyadır. Yəni, bu tariximizi danışmaq, qoy qarşıdakı anlasın. Bu bir dinimizdə də bu var da, bilənlər bilməyənlərə öyrətməlidirlər. Bilgisini gizlədən alim, əslində alim deyil, cahildir və s. Çox maraqlı təşviqlər var dinimizdə də, milli mədəniyyətimizdə də. Ona görə mən hesab edirəm ki, əgər bunları oxumuşamsa və Tanrı bir yaddaş verir, bu mənim yadımdan çıxmırsa, mən bunu mütləq deməliyəm. Bir də Günay xanım, içəridən nəsə məni motivasiya edir. Təşviq edir, sən bunu danış, sən bunu danış. Yəni, o da görünür həm daxili ehtiyacdır, həm də bir ruhi ehtiyacdır da. Mən niyə bayaqdan başladım Şumerdən tutmuş, demək, Etrusklara qədər, Troyalara qədər gedib çıxıram. Nəsə ehtiyac hiss edirəm ki, millətimizin böyüklüyünü bu millətə sevgilə də mən elə gəlir, hamımız bilək. Məsələn, mən Milli Məclisin tədbirlərinin birində, iclaslarının birində dedim ki, hələf bizə mənəvi vətəndir. Azərbaycan mediasında bu başladı müzakirə olunmağa. Biz Azərbaycan olaraq Suriyaya humanitar yardım göndərdik, 200 tonluq bir humanitar yardım göndərdik Türkiyə üzərindən. Azərbaycan prezidenti zəng elədi, Türkiyə prezidenti təşəkkürünü bildirdi ki, bu çatdı ora və bu məni çox ruhlandırdı və mən dedim ki, Suriya hələ bizə mənəvi vətəndir, orada türkmənlər yaşayırlar, bizim dildə danışırlar. Mən dedim ki, Nəsiminin məzarının olduğu yer Hələb şəhəri necə bizə yad ola bilər? Bəli. Ancaq mediada necə Suriya dünənə qədər erməniləri dəstəkləyirdi, Suriyada Əsədin rejimi dövründə belə oldu. Yəni, insanlar görün, bunu hara yozurlar. Yəni, Əsəd rejimi idi, Azərbaycan prezidenti onu diktator adlandırdı. Əsəd rejimi idi ermənilərə dəstək verən, doğrudurmu? Bəli. Qarabağ ermənilərinə təlim keçən, Suriyada yaşayan ermənilərdən terrorçu yetişdirib Qarabağa göndərən. Bugün o yoxdur. Biz oradakı türkmən qardaşlarımıza kömək göndəririk, müsəlman din qardaşlarımıza kömək göndəririk. Yəni, bunu belə mediada xeyli müzakirə elədilər. Amma mən istəyirəm ki, hamı bilsin ki, doğrudan da Hələb Azərbaycan şəhəridir. Nəsiminin məhkəməsi Hələbdə olubdur. Bilməməkdən irəli gəlir. Bilməməkdən irəli gəlir, ya da bilərəkdən manipulyasiya edilir. Bax, yəni bu da var. İndi bəzən olur, deyirəm ki, Zolan təpələri dediyimiz o Kolan təpələri türklərdir. Bunlar özü də baxın, 7-ci əsrdir, 630-cu, 650-ci illər. İlk İslam'a qəbul edən türk tayfaları gəlirlər Hələbə. Həmən bu Kolan türkləri. Gedirlər Azərbaycandan Hələbə. Hələ nə 750-ci, 770-ci illər hələ yoxdur, hələ ərəblər Azərbaycana gəlməyiblər. Bunlar könüllü şəkildə gedirlər. Gedirlər, bunu qalaya buraxmırlar bunları, Şam qalasına buraxmırlar, həmən Kolan türklərini. Zolan təpələri deyirik onları. Buraxmırlar. Deyirlər ki, bəs axı biz də müsəlmanlıq, bizi niyə buraxmırsınız? Deyir, yox, siz ərəb deyilsiniz, ona görə biz sizi qalanın içinə buraxa bilmərik. Baxırıq ki, siz heyvandarsınız, atınız var, heyvanlarınız var. Gedin bir yerdə məskunlaşın, gündüz gəlin, Hələblə dini öyrənin, oxuyun, amma sizin yeriniz başqa olsun. Bunlar da gedirlər,
Qolan təpələrinə. Qolan təpələri bunların adın, oradakı təpələr bunların adıyla Kolan təpələri adlanır, Kolan təpələri adlanır. Yəni orada nədir? İsrailin və Suriyanın su ehtiyatlarını yerləşdirir. Heyvandarlıq üçün birinci nədir? Su lazımdır. İkinci nədir? Təpələr lazımdır, otlaq lazımdır. Bunlar da görüblər ki, tam elə onların həyat tərzinə uyğundur, orada məskunlaşıblar. Bugün də bizim kimi danışırlar. Yəni bunu isə orta statistik Azərbaycanın təfəkkürü qəbul edə bilmir. Deyir, yox, bu Kolanı haradır, Kolan haradır, Colan haradır ümumiyyətlə. O heç Kolanı kimi demək, Əhməd Kolanı deyirdik, yadınıza gəlirmi? İndi Əhməd Əşşərar deyirik. Əhməd Kolan o adını dəyişdi və soyadının arxasında. O da mənşəsə o coğrafiyaya aiddir. Ona görə də Suriyada bu uğurlu ki, bu proseslər baş verir. O Əhməd Kolanı da mən iddia eləmirəm ki, Kolanı türküdür, amma hər halda o coğrafiyaya aid olduğuna görə o da Kolanı idi. Sonra indi adını dəyişdi, elədi Əhməd Əşşara. Yəni bax bu belə. Ona görə də mən düşünürəm ki, bax bu mənim danışmağıma da ətraflı, hətta bəzən detallara varmağım da ondan ibarətdir ki, qoy bunu başa düşək. Yəni mən nəyə görə Kolan türklərinin bu coğrafiyaya yerləşməsinin tarixçəsini danışdım. Yəni inandırıcı olsun, insanlar inansınlar. Çünki bu belədir axı. Kimsə o mənbəni bəlkə tapıb oxuya bilmir. Bəlkə birinin vaxtı olmur, bəlkə birinin həvəsi olmur, amma şifahi nitqdə bu asant qavranılır və asant yadda qalır. Çünki quru biz tarix oxumuruq kitablardan. Bir də bir emosiya, jestlərimizlə, tələffüzümüzlə, intonasiyamızla insanlar danışanda təsirli olsun deyə bir də sözlərinə enerji qatırlar. Bax, indi mən onu eləyirəm əslində. Ki, qoy insanlar qəbul eləsinlər. Bax, görürsünüz, hərəkətə fikirsiz, qəbul etsinlər. Yəni, əslində bu nədir? Məcbur olaraq mən itələyirəm bu bilgini onlara. Dediyiniz, bax, bu danışmaq həvəsi də ondan irəli gəlir. Mən peşəmi çox sevirəm. Əgər sizi tanımaq istəsək bir vətəndaş olaraq, yəni bir sıravi bir insan olaraq tanımaq istəyərik. Siz kifayət qədər bizə tarixi məlumatlardan bəhs elədiniz, amma baxmayaraq ki, millət vəkilisiniz, amma bir sıravi insan olaraq da bir həyat tərziniz var. Bəli. Mən istərdim ki, biraz ondan danışasınız. Sıravi insan olaraq mən milli həyat tərzimizə və milli ənənələrimizə çox bağlı adamam. Kənddə böyüdüyüm üçün kənd həyatını çox sevirəm. Yəni, sosiologiya fərdin inkişaf mərhələlərini çox yaxşı şəkildə izah edir. Deyir ki, fərdin şəxsiyyətə çevrilməsi mərhələsi ana bətnindən başlayır. Yəni, fərd bətnində olandan bir neçə ay, bətnə düşəndən bir neçə sonra ətraf mühiti hiss edir. Ona olan sevgini, ailədə konflikt varsa, o fərd artıq onun sosiallaşması o konflikt əsasında təsir edir. Xoş münasibət varsa, sevgi varsa, ona görə oradan başlayır və insan fərd olaraq dünyaya gələr-gəlməz birinci sosial mühitə düşür. Yəni, üç insanın bir arada olması artıq özünə məxsus bir sosial mühitdir, dar sosial mühitdir. Sonra böyüdükcə şəxsiyyətin formalaşmasına təsir edən amillər. Birincisi, genetik faktordur. Genetika çox mühüm şeydir. Əcdaddan gəlir. Gen yaddaşı dediyimiz bir yaddaş var. O milli yaddaşın genlər vasitəsilə tarixi yaddaşın yeni nəslə ötürülməsi hadisəsidir. Bax, o milli kimlik də mənə elə gəlir ki, onun bazasında da durur, dilin bazasında da. Hətta alimlər hesab edirlər ki, dil insan doğulanda hansı millətin nümayəndəsi kimi doğulubsa artıq dünyaya gələndə, çünki onun milliyyəti bəlli olur, çünki ata-ana bəllidir. Demək, struktural olaraq milli dil onun yaddaşına artıq qoyulmuş şəkildə göndərilir. Çox maraqlıdır. Yəni, bu tam bugünə qədər bəlkə ispat olunmamış bir gerçəklik, bir hadisədir, amma belə düşüncələr, belə iddialar var. İkincisi, kənd mühiti şəxsiyyətin, fərdin formalaşmasında, bax, ətraf mühitdir, dağdır, dərədir, ünsiyyətdə olduğun digər canlılardır. Meşədir, meşə canlılarıdır, çöl canlılarıdır, ev heyvanlarıdır və s. Bax, bütün bunlar nəticə etibarilə. Şəxsiyyət nədir? Şəxsiyyət fərdin sosial münasibətlərdə əldə etdiyi keyfiyyətlərin cəmidir. Məcmusu deyirlər buna, məcmusudur.
Və yenə Freud də bunu belə izah eləyir, sosiologiya da bu gün belə izah eləyir. Deyir ki, 7 yaşına qədər hər şey tamamlanır insanın şuurunda. Sənin şəxsiyyətin artıq tamamlanır. Ona görə də o deyirik ki, 7 yaşına qədər, 5 yaşından başlayaq oxutmağa, 7 yaşına qədər uşaqlar artıq müəyyən bilgiləri, təməl bilgiləri əldə etməlidirlər. O da buradan gəlir. Yəni mənim sadə insan olaraq mənim həyat tərzim milli və demək bir Azərbaycanlı həyat tərzidir. Kənd həyatını çox sevirəm, heyvanları çox sevirəm. Bütün heyvanları çox sevirəm. Onlarla ünsiyyətdə olmağı çox sevirəm. Əkin, biçin, bir ağac, bir çiçək, bir gül. Məsələn, biz uşaq vaxtı nə edirdik? Bağda yaşayırsınız demək ki. Yox, bağda yaşamam. Təəssüf ki, bağdan gedib getmək məsələləri çox mürəkkəb olur. Məsələn, biz gedirdik uşaq vaxtı, quzu otarırdıq kənddə, dağlarda. Nobat deyirlər. Nobata getmək ayrı idi. Nobata getsək sevinərdik. Bir də bir gündəlik biz. Çünki quzunun ayrıca çobanı olmurdu, qoyunun çobanı olurdu, bir də inəklərin naxırın çobanı olurdu. Amma quzunun gündəlik bizim işimiz idi. Yaz mövsümü başlayandan məktəblər açılana qədər hər gün biz quzu otarlardıq. Deməli, çoxlu quşlar vardı, təbiət çox zəngin idi o vaxt və o quş yuvalarını tapırdıq. Gedirdik onların neçə yumurtalı, bugün 1-dir, sabah 2 oldu, birisi gün 3 oldu. Aradan bir gün müddət keçirdi, balalar çıxdı. Quşlara kömək edib onların balalarını yedirdirdik. Məsələn, daşı çevirirdik, altından qurtları götürürdük, gətirib yaxınlaşan kimi quş balaları ağızlarından sığırdı, qurtları buraxırdıq onların ağzına. Yəni bu qədər mərhəmət içərisində, mən belə görmüşəm çünki o mühitdə, bu qədər mərhəmət, bu qədər sevgi ilə böyümüşəm. Və nəhayət deyirlər ki, mərhəmətin ən gözəl göstəricisi heyvanlara olan sevgidir. Əlbəttə, onlar həmişə bizdən nəsə gözləyirlər də, bizdən həmişə kömək umurlar. Çünki təbiətin, Allahın yaratdığı ən qüdrətli canlı insandır. Ona görə də hamının insanın sevgisinə bir möhtacdır, ehtiyacı var. Bəli. Və nəhayət mən bu sevgimi ümumiləşdirib nəticə etibarilə atlarla bağlı bir kitab yazdım. Türk tarix, təfəkkür və mifoloji dünya görüşündə atlar. Mən hesab edirəm ki, atlar olan sevgimin bir abidəsini qoya bildim. Yəni sıravi olaraq belə. İkinci, mətbəx işlərini çox sevirəm. Eləmi? İnanın ki, evdə məsələn nə olsa mən mütləq orada olmalıyam. Son dövrlərdə bu daha da şiddətlənir, bilmirəm. Bunun axırı nə olacaqdır. Və yaradıcı yanaşıram. Məsələn, evdə bir şey pişəndə gəlib deyirəm ki, bu duz da məndən olsun, bu da məndən olsun. Hətta məni mətbəxdən çıxardandan sonra fürsət tapıb xəlvətdə yenidən girirəm mətbəxə, bir şey əlavə edirəm. Sonra da yemək yenidə ortaya çıxır ki, bunu mən eləmişəm. Yəni bu qədər sevirəm Azərbaycan mətbəxini və bəzən özüm yemək hazırlamağa çalışıram. Bəzən alınır, bəzən alınmır. Normal bir Azərbaycanlı, yəni əsl bir Azərbaycanlı keyfiyyətləri. Azərbaycan olmaq böyük şərəfdir. Ən çox sevdiyiniz yemək hansıdır? Deməli, ən çox sevdiyim yemək şübhəsizdir ki, xəngəldir, plovdur. Bir də xəşildir. Azərbaycan mətbəxinin inciləridir. Birinci başda xəngəl gəlir. Sən demə, xəngəl bizim ən qədim yeməklərimizdən biridir. 9-cu əsrdə Səlcuqlular İraqa gəlirlər. Çağrı bəy və Torul bəy, Səlcuq bəyin oğullarıdır ikisi də. Gəlir, Bağdadı işğal edirlər, Kərkükdə qala tikirlər və bütün müsəlman dünyasında hökmranlığı əldə edirlər. O zaman hələ biz Anadolu türklərindən ayrılmamışdıq. Səlcuqlu imperiyası vahid bütöv imperiya idi. Sonra İran Səlcuqluları, Azərbaycan Səlcuqluları, Anadolu Səlcuqluları parçalandılar. Torul bəy 63 yaşında gedir xəlifənin 23 yaşında qızına evlənir. Təbəri yazır ki, toy eləməyə gəldilər türklər deyir. Xəlifənin qızına evlənəcəkdir Torul bəy. Bunlar şəhərə çatanda deyir, gecə idi. Xəlifə göstəriş vermişdi, Dəclə sahilinin sağında, solunda məşəllər yandırmışdılar. Şəhər Bağdad deyir, gündüz kimi görünürdü. Türklər deyir, şəhərə varid oldular. Qabaqda 40 dəvə yükü qızıl, 40 dəvə yükü gümüş, başlıq pulu gətirirlər Torul bəyin zövcəsinə. 40 dəvə yükü ipək və s. və s. və s. Bir deyir, nağıllar aləmi idi deyir, sanki deyir. Türklər möhtəşəm deyir, bir şeylə, karvanla deyir, daxil oldular. Qəribə deyir, geyimləri vardı, başlarında samur xəzindən papaq,
qollarında qolbağını türk filmləri çəkirlər ki, orada o mənzərəni canlandırmağa çalışırlar və bunlar gəldilər, toy elədilər, kəbin kəsildi, deyir, Toğrul bəy xəlifənin qızını götürdü, toydan sonra getdi Kərkükə. Kərkükdə isə deyir, öz adətlərinlə türklər yenidən Toğrul bəyə toy elədilər. Elə bil ki, bu dəfə oğlan toyu biz deyirik, hə? Demək, o adət 9-cu əsrdə də varmış, qız toyu və oğlan toyu. Və orada təsvir edir, bunlar nə pişirirdilər? Deyir, böyük qazanlarda xəmiri kəsib qaynatdılar. Başqa da qazanlarda deyir, əti qaynatdılar. Deyir, sonra suyunu süzüb xəmirin üstünə deyir, əti tökdülər. Üstünə də deyir, yoğurt töküb yedilər, qatıq töküb yedilər. Bu nə oldu? Xəngəl. Yəni, baxın, 1100 ildir biz bu yeməyi yeyirik. Və bu yemək hər gün pişirilməzdi. Xan gələndə pişirilərdi. Xəngəl sözü Xanın yeməyi kimi. Xanın yeməyi kimi, xan gələndə xana layiq bir yeməkdir. Çünki o dövrün həyat tərzində bunların birincisi, üçünü bir yerdə tapmaq çox çətin idi. Yağ da tapacaqsan, qurut da tapacaqsan, ət də tapacaqsan, xəmir də, un da tapacaqsan. Bunu haradan tapacaqsınız? Məsələn, 9-cu əsrdə, məsələn, 7-ci əsrdə hamısını bir yerdə. Supermarket yoxdur, gedib hamısını alıb gətirəsən, yerdə pişirəsən. Yəni, bu nadirən bayramda pişirilən yemək idi və ona görə də bunu toydan toya pişirirdilər. Və toy sözü də çox maraqlıdır. Toy sözü, indi gəlin, toy sözünün önündəki t samitini, kar samitini cingiltili samitə dəyişək. Nə olacaq? Doy. Doy. Toy nə idi? Doy, ehsana da doy deyirdik. Məsələn, Manas dastanında yazır ki, Manas deyir, atasına toy etdi. Ölmüş atasına toy etdi və Çin bəylərini də çağırdı. Buna dedilər ki, Çin bəylərini çağırma, sən onlarla savaşırsan. Dedi, yox, qoy görsünlər ki, mən atam üçün nə böyük toy edirəm, yəni ehsan verirəm. Manas dastanının savaşı oradan başlayır. Məsələn, indi Türk filmlərində də göstərirlər, deyir, toya yığıldıq. Toy nədir? Həm yemək olacaq, həm də məşvərət olacaq. Həm mənəvi baxımdan doyacaqlar, siyasi baxımdan doyacaqlar, öz strategiyalarını müəyyənləşdirəcəklər, həm də bioloji baxımdan qarınlarını doydu. Toy sözü oradandır. Toyun bizim toy mənasında işlətdiyimiz söz olarsa düyündür. Niyə görə biz toy düyün deyirik? Düzdürmü? Bəli. Həmişə toyda düyündə olasan. Çünki toy sözü arxaikləşib dilimizdə. Semantik mənasını itirib. Müstəqil leksik vahid deyil. Ayrıca toy deyəndə heç nə başa düşmürük. Sadəcə o mərasimi başa düşürük. Düzdürmü? Yemək hissəsi yadımızdan çıxır. Amma toy düyün deyəndə biz görürük ki, bu düyünlə bunun əlaqəsi var. Düyün nədir? İki nəslin bir-birinə düyünlənməsi, bağlanması. O deyir ki, sümüyü sümüyə caladıq, ha? Sümüyü calaq nə deməkdir? Birini bir digərinə bağlamaq deməkdir. Ağacı calaq edirlər. Türklər də toya düyün deyirlər. Düyün deyirlər, onlar daha doğru deyirlər. İndi onlarda toy yaddan çıxıbdır, düyün deyirlər. Bizdə də düyün yaddan çıxıb toy deyilir. Amma baxın, yenə də toy düyün sözünün ikisini bir yerdə işlədirik. Bu məsələn, demək, Anadolu ləhcəsindən Azərbaycan ləhcəsi arasında çox maraqlı, demək, hələ də keçid sözlər var. Çünki nə ondan qutara bilirik, nə bundan qutara bilirik. Hikmət bəy, toy düyün, qəpik quruş, pul para. Biz nə deyirik? Pul deyirik. Türklər nə deyirlər? Para deyirlər. Para. Amma biz pul para deyəndə ikisini də deyirik, düzdürmü? Bəli. Biz qəpik deyirik, onlar kuruş deyirlər. Qəpik kuruş deyəndə ikisini də demiş oluruq, düzdürmü? Bəli. Yəni də hələ də o ləhcə ilə bizim aramızdakı o bağlılıq, o kilit hələ də mövcuddur. Bax görürsünüz, baxmayaraq ki, artıq görün Atabəylər son dövründən sonra biz ayrıldıq artıq onlarla. Azərbaycan Səlcuqluları Taparın simasında özümüzü tapdıq 12-ci əsrdən bəri, doğrudurmu? 800 il keçibdir, amma yenə dil eynidir, mədəniyyət eynidir. Artıq bizim Səlcuqluların əsasında da sonraki mərhələdə öz dövlətlərimiz yarandı. Ondan qədimə mən inmək istəmirəm, xristianlıq tariximiz və s. Yenə də deyəcəz, tarixdən çox danışdınız. Yəni, bax, mətbəx nümunələrindən danışırdıq, sevdiyim yeməklərdən danışırdıq. Baxın, buyurun, plova gələk. Plov, məsələn, Azərbaycanda deyil, çox fəxr edirik, çox plovumuz var. Mən birindən danışacağım. Şilə plov nə deməkdir? Şilə plov? Otlarla pişirilən... Şüyütlü plov? Yox, şüyüt başqadır. Otlarla bitirilən, şüyüt də var onun içərisində, digər bitkilər də var. Yəni, o plovun qarası otlar olur, xüsusi otlar olur. Və şilə plov bizim ən qədim plovlarımızdan biridir. Baxın, şilə Monqol dilində düyü deməkdir. Monqol dilində düyü deməkdir. Ucarın rayonunun bir kəndi var, Şilyan. Kürün basdığı o bataqlıqlarda şilə əkdiklərinə görə, yəni düyü əkdiklərinə görə o kəndlərdə Şilyandır. Yəni düyünün yanı. Bütün demək, kür basan ərazilərdə, bataqlıq ərazilərinin hamısında düyü yetişdirilirdi.
Bəzən ona səbzə deyirik, səbzə artıq farslardan gələn sözdür. Şilə isə öz. Səbzəli plov deyirlər. Səbzəli plov başqadır, şilə plov başqadır. Başqadır. Məsələn, biri 200-ə yaxın növü var plovun, Azərbaycan plovunun növləri müxtəlifdir. Baxın, biz hər bir xalqın milli yaddaşının dərinliyinə və dil yaddaşının dərinliyinə enən zaman biz onların folklorunu öyrənməliyik. Bir, alqışlarını, dualarını öyrənməliyik. İki, qarğışlarını öyrənməliyik. Üç, söyüşlərini öyrənməliyik. Dörd. Bu milli psixologiyanın açarıdır, bu dediyim məsələ. Şimdi baxın, iki nəfər dalaşır, deyir, gəlirəm səni şilə plov eləyərəm. Nə başa düşürük onda? Eşitmişsiniz belə söz? Şilə plov eləyərəm, yox, eşitməmişəm. Yəqin tamaşaçılarımızdan eşitmiş olanlar olacaqdır. Şilə plov. Şilə plov nədir? O otları ki, qarışdırsan belə, belə, o olur şilə plov. Yəni, səni əzib əzişdirərəm. Şilə plovun şiləsi odur. Bax, görürsün, indi bu plovu necə sevməyəsən, bu xəngəli necə sevməyəsən, ondan sonra, nə bilim mən, bu ətdəki bizim təməl yeməyimizdir. Hikmət bəy, bu qədər tarixi sevirsiniz. Onda nəvələrin adını tarixi adlar qoymusunuz. İnşallah olanda qoyacağam. Hələ ki nəvələrim yox. Bəs övladlarınızın? Evlatlarımın adlı tarixi adlardır. Oğlumun adı Qorquddur. Aha. Nə maraqlı. Qızımın birinin adı Ayladır. Ay bənzətməsi türklərdə olub. Məsələn, sizin adınız Günay, Aygün, Ayla, Aydan, Aydana. Yəni, aya bənzətmə, ulduza bənzətmə və s. Belə. Böyük qızımın adı Leyladır. Leyla da baxmayaraq ki, ərəb sözüdür, amma Leyla mənə elə gəlir ki, bizim də əfsanəmizdir. Hansı tarixi adlar var ki, insanlar çox istifadə eləmirlər və məsləhət görərsiniz ki, onlardan istifadə eləsinlər? Məsələn, məni çox təəccübləndirdi Çingiz Aytmatov. 2008-ci ildə bura gəlmişdi. Mən şəhəri tanış edirdim, böyük ustada. Mənə dedi ki, bir gün getdim, yax klubda qalırım. 2008-ci fevral ayı cənab prezident onu qəbul etdi, dostluq ordeni xatırlayırsanızsa. Bəli. Yax klubdan səhər-səhər getdim, bir tədbirə gedəcəkdik. Gördüm ki, foyada oturub hazır. Mən də çox erkən getmişəm ki, birdən mən gedərəm, gecikərəm. Kalusunu vurub, oturub, əlində də bir sumkası olurdu, belə oturub. Soruşdum ki, siz niyə belə tezdən durmuşsunuz? Dedi, mən yata bilmirəm. Dedim, niyə yeriniz pisdir? Dedi, yox, yerim çox yaxşıdır, dedi. Siz mənə dedi, Dəryanın ortasında qəsr kimi bir otelə gətirirsiniz. Yax klub çox xoşuna gəlmişdi. Dəryanın ortasında qəsr kimi təsvir elədi Çingiz Aytmatov. Söz ustadıydı da. Bəs dedim, onda niyə? Dedi, mən yata bilmirəm ümumiyyətlə. Sizə görə deyil, narahat olmayın. Dedim ki, niyə yata bilmirsiniz? Ustad mənə sualıma sualla cavab verdi. Dedi ki, siz mənim hansı əsərlərimi oxuyubsunuz? Dedim, Əsra Bərabər Gün, Dəniz Sahildə Qaçan Alabaş, Cəmilə, ondan sonra Ağ Gəmi. Nə yazmışsınız, əlinizlə, qələmdən hamısını oxumuşam. Belə vaxtı dedi, orada hansı obrazlar xatırlayırsan? Düşündüm ki, bəlkə məni imtihan edir, niyə məndən belə soruşur? Dedim, Yedigi, Qaranər, Nayman Ana, Cəmilə, nə bilim mən, Əlvidə Gülsarı, oradakı Gülsarı obrazı, oradakı... Dedi, dayandım. Dedi ki, oğlum, dedi, mən gözümü yuman kimi o obrazların hamısı gəlir, yığılır mənim başıma, məndən danışırlar, məni yatmağa qoymurlar. Ay Allah. Siz məndən soruşan kimi, mən də soruşdum, sizin evlatlarınızın adı nədir? Dedi, oğlumun adı Səncərdir, birinin adı Əskərdir, birinin adı Səncərdir. Səncər. Səncər bizim Nizami Gəncəvi Sultan Səncər yazır, düzdürmü? Bugünə qədər Azərbaycanda Səncər adında oğlan uşağı eşitmişsiniz? Yox, eşitməmişəm. Bəs niyə eşitməmişsiniz? Mən də eşitməmişəm. Çünki yoxdur, ona görə eşitməmişsiniz. Məsələn, deyirsiniz ki, hansı adı qoysalar yaxşı olardı? Məsələn, Səncər. Səncər. Nə qədər gözəl, düzdürmü? Səncər. Qeyri-adi. Səlcuqlu hökmdardır Səncər. Sultan Səncər və qarı yazır Nizami Gəncəvi. Doğrudurmu? Bəli. Səncər niyə qoymayaq məsələn? Bu ad bizə görə nə qədər tarixin dərinliklərinə aparacaq. Düşmən xalqlar bunu çox maraqlı edirlər. İndi görün, xristianlıq dövrü bizim adlarımızın hamısını götürüb özlərinə qoyurlar və onunla toponim kimi istifadə edirlər. Biz Qarabağ deyirik. Qarabağın sonraki addır. Ondan altdakı ad Saqlar dövründə. Herodot yazır ki, miladdan öncə 7-ci yüzildə bütün türklər Saq hökmdarı Alper Tunqanın rəhbərliyi altında bir yerdə yaşayırdılar. Yəni o bizim Herodotun yazdığı bizim keçmişimizdir. Alper Tunqa. Əfrasiyab Firdovsi Şahnamədə onu Əfrasiyab kimi yazır. Sak bu bizim adımızdır. Şəki Saki. Zakatala Sakatala. Xansak, yəni Gəncə,
Xansak, yəni Xansakların yuvası. Bu yaxınlarda Zaur Həsənov, Həsən Həsənovun oğlu çox gözəl bir tarixçimiz, çox Çar Skiflər adlı bir əsər yazıbdı, çox maraqlıdır. Ərsak. Artsaq deyəndə bizim xoşumuza gəlmir. Erməni bunu çünki özününkiləşdirir. Bizim yadımızdan çıxdığımız tarixi adı, o toponimi özü də etnotoponimdir. Ərsak, birbaşa adımızı deyir, sakları deyir. Və ərsaq deyəndə deyirik, yox, bu ərsaq deyil, bura ərsaq deyil, bura Qarabağ, ərsaqdır da bu. Amma bizim də erməninin deyil, məsələ bundadır. Ona görə də, bax, bu tarixi adlarımıza sahib çıxmaqla, o tarixi adları evladlarımıza verməklə, Tomris məsələn Azərbaycanda çox az ad var, orada canı pullar qoyurlar daha çox. Bir nəfər də səhv eləmirəmsə, Amerikada yaşayan Azərbaycanlı qızın. Tomris, sakların hökmdarıdır, tarixin yaratdığı, xalqların yaratdığı iş, hökmdar qadındır. Temirus sözündəndir. Temir, dəmir. Yenə deyək, bu Kar samiti, Cingilti samitində buna dəmir, dəmirlidir deyirlər indi, düzdürmü? Bəli. Bu da Temir, ərinin qısasını alır, oğlunun qısasını alır Kirdən. Temirusdur. Es-us da Yunan şəkilçiləridir. Başqa xalqların adlarını tələffüz edəndə onu yazırlar. Herodotda məsələn Sokrates kimi yazır, düzdürmü? Bəli. Öz dillərində bu şey. Amma biz Sokrat deyirik. Bu da Temirdir, Temirus kimi tələffüz olunur. Məsələn, Dəmirledimizdir. Bu da bizim məsələn onun adını qoymaq olar və s. Aydındır. Hikmət bəy, qonaqlar gəlir xarici ölkələrdən. Onlara nə hədiyyə eləyirsiniz? Maraqlıdır. Tarixi sevən bir insan onlara nə hədiyyə? Mənim yaralı yerimdir. İndi bizim deməli çox yaşlı suvenirlərimiz yavaş-yavaş artıq var. Bir ara ümumiyyətlə, mənim ən çox hədiyyə elədiyim xanımlara kəlağayı hədiyyə edirəm. Ondan sonra kişilərə qələm və s. digər məsələn Qız Qalasının balaca maketləri, Azərbaycan tarixindən bağlı olan, həm də məlumat versin. Yəni suvenir nədir? Sənin xalqın haqqında başqasını məlumatlandırmaqdır. Doğrudurmu? Yəni bayağı bir şey olsa heç kəs ondan heç nə başa düşməyəcəkdir. Amma məsələn kəlağayın üstündəki o naxışları görəndə... Bu naxışlar bilirsiniz nədir? Burada demək Türk xalqlarına aid olan... Orxan Yenisey abidəsindəki o şey əlifbadır, runik əlifbası dediyimiz əlifbadır. Bax, yazılıb gedir burada. Yəni Türk xalqlarına aid olan hər ölkənin özünə məxsus ornamentləri ilə hazırlanmış kəlağaylardır. Bunlar çox gözəldir, hədiyyə edə bilərsiniz. Çox gözəldir. Bayaqdan gözüm qalıb onun butasında, onun o yazılarında, onun da təsvirlərində. Yeri gəlmişkən, mən bu kəlağayım üçün Aytun Collection-a dərin təşəkkür edirəm. Şəxsən Aytən xanıma deyərdim ki, çox gözəl kəlağaylar var. İstər rəngləri baxımından, istər üzərində olan milli ornamentləri baxımından çox möhtəşəmlər. Siz də hətta hədiyyə olaraq təqdim edə bilərsiniz. Təşəkkürlər Aytun Collection. Baxın, deməli, mən Milli Məclisə çıxışlarında da demişəm, mədəniyyətimizlə bağlı bir qanun layihəsi müzakirə olunanda. Dedim ki, bax, turizm agentliyi haqqında biz qanunla qəbul edirdik. Azərbaycan xalqının mifoloji yaddaşından, tarix yaddaşından süzülüb gələn milli obrazlarımız var. Bunlar kimdir? Cırtdan. Heç cırtdan kuklası görübsünüzmü Azərbaycanda? Dalında şələ. Görməmişsiniz. Yoxdur, yadınıza gəlmir. Göyçək Fatmanın kuklasını görmüşsünüzmü? Suvenir kimi, Göyçək Fatma. Nağıllarımızdır da, görməmişsiniz. Tik-tik xanımın o gözəl əcdadımız ki, yaradı bu Tik-tik xanım obrazını, ayağında fındıq qabığından çarığı var. Tik-tik xanımın kuklasını görübsünüz? Bəlkə də var, mən amma görməmişəm. Mən də görməmişəm, çünki yoxdur. Yoxdur. Ondan sonra Ağ Qoç, Qara Qoçun belində Məlik Məmmədin kuklasını görmüşsünüz? Nə qədər cazibədardır, görürsünüzmü, düzdürmü? Yəni, bunlar bizim milli kimliyimiz haqqında məlumatlardır, düzdürmü? Yəni, insanın milli kimliyini uşaqlığından bəri, bayaq dediyimiz o nağıllarımız, dastanlarımız təyin edir. Çünki ədəbiyyat, dastan çox böyük vasitədir, insana ideallar verir özünü bənzətmək üçün. Hamımız uşaq vaxtı Koroğlu olmaq istəyirdik, hamımız Babək olmaq istəyirdik, düzdürmü? Yəni, bu nədir? İnsana ideya verir. Yəni, insan ağ kağız nəzəriyyəsinə inansaq, insan beyni, insan şüuru yazılmamış ağ kağızdır. O nəyə yazsanız, o olacaqdır. Buna görə biz nəyə görə, məsələn, sərbəst oxuda mütləq məktəbdə, tədrisdə deyirik ki, filan nağılları oxuyacaqsın. Bəli. Nağıl qəhrəmanlarımızın isə, bax, o kuklaları yoxdur ki, məsələn,
onun da bir hekayəti olsun, o da sənin milli kimliyini. Məsələn, mənim çox təsəvvür edirəm, o qara papaq papağında, o şəkildə Zada Xan Sarayının qabağında satdılar, bu qara papaq papağı, çoban papağı dediyim. Bəli, bəli. O papaqda dalında şələ cırtdanın bir kuklası olsun, nə qədər gözəl olar. Nəyə görə Şaxta babanın dalında şələsi bir kuklaları var, hər getsəniz doludur. Amma məsələn, cırtdanın elə bir yoxdur, elə bir kuklası və s. Yəni, suvenirlər İdeya biraz... olaraq düşünürəm ki, çox gözəl ideyadır və yararlana bilərlər. Çünki bizdə, məsələn, o işlərlə məşğul olanlar daha çox xarici, tutalım ki, nağıl qəhrəmanlarını canlandırırlar. Yəni... Bax, buradan iş adamları da, bu yəqin ki, qulaq asanlar olacaqdır. Gözəl bir rəssamlarımızda bir müsabiqə elan eləsinlər, o eskizləri yaratsınlar, ictimai müzakirə çıxarsınlar, o obrazları. İndi özümüz istəsələ bilirsək, özümüz yoxsa həmən eskizlər əsasında sifariş eləsinlər Çindən gəlsin də bu suvenirlər də milli olsun. Biz də sevə-sevə hədiyyə eləyəsiniz. Amma son dövrlərdə, məsələn, indi bilirsiniz, Avropadan gələn qonaqlarımız içkiləri sevirlər. Azərbaycan şərabları üzərində də Azərbaycanın tarixini əks etdirən etiketlər olmaqla çox gözəl hədiyyələrdir onlar. Azəri çay çox gözəl hədiyyəlik çaylar düzəldib. Lənkəranda o Lənkəran çay çox gözəl hədiyyəlik paketlərdə üzərində qabların üzərində o milli mövzularımız əks olunan çox maraqlı demək suvenirlər düzəldiblər, hədiyyələr. Bir neçə demək qutuda çaylardır. Formalardadır. Hər qutunun, hər torbanın üzərində, məsələn, torbalarda da var, doğru deyirsiniz. Özünün bu şeylər çox yaxşıdır. Bəli. Yəni artıq dediyimiz əlavələr də olsa, mənə elə gəlir ki, çox yaxşı. Gözəl olar. Çox sağ olun, təşəkkür edirik studiyamıza gəldiyiniz üçün. Yenə də görüşəcəyik, arzu edirəm, ümid edirəm. Dəyərli dostlar, diqqətinizə görə təşəkkür edirik. Gələn həftə yenə də görüşərik inşallah.